Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, niyə bəzi şirkət yaxud dövlət müəssisələrində hər hansı bir vətəndaşı yaxud işə qəbulla bağlı gələn namizədi işə götürəcəklər deyə başqasına zəh gözləyirlər. Bundan həmin savadından bu şübhə etməkdir, yoxsa tam olaraq bilmirlərmi? Bunlar da mı həmən getdiyi orqanın vəzifə fəaliyyətlərini yaxud səlahiyyətlərini bilmirlərmi deyə. Bəzinə niyə bu kimi hallar baş verir, yaxud tərsinə olaraq niyə bəzi dövlət müəssisələrində, yaxud şirkət müəssisələrində hətta pulda keçmir kimi fikirlər də formalaşır. Çalışın hər zaman ilk öncə bunu qeyd edək və sonra səbəbləri haqqında söhbət edək, yaxud fikirlərimizi deyək. Çalışın hər hansı bir növ dil biliyi olsun, yaxud kompüter bilikləri olsun, hər hansı ixtisas peşənin səlahiyyətləri yaxud fəaliyyətləri haqqında müəyyən biliklər, məlumatlar olsun. Bunları 50% bilmədən onlara müraciət etməyin. Gedib kəsəcəksiniz. Çünki həmin test imtahanından keçən şəxslərin əksəriyyətində yaranan arxayıncılıq prosesi müsahibə imtahanından kəsilməyinə, belə deyim sizə, pis vəziyyət olur. O qədər arxayınsan, amma gəlib kəsilib gəlirsən. Və sonra da gəlib həmin dövlət orqanlığı, həmin yaxud şirkəti pisləmək bilinci başlayır. Niyə? Günah səndə idi. Sən hazırlaşmadın. Çalışın bu kimi meyarlara diqqət edin və ən azından səbəb olaraq da bir 12-dən nöqtə atışı olaraq bunu da deyək ki, həmin müəssisələrin əksəriyyəti, düşünün, şirkətin rəhbəri mənəm. Sən ustasan, fəhləsən, yaxud hər hansı bir ixtisasdasan. Sən o sahəni ən azı 50% bilmirsənsə, nəyimə lazımsın? Heç nəyə. Lazım deyilsən. Çünki işi ən azından doğru dilə deyilsə yola vermək lazımdır. Və bu kimi meyarlara əksər halda diqqət etməyən şəxslər bəzən olur ki, şəxsi təfərrüatları yaxud şəxsi fikirləri düşünüb, ona əsasən qərar verir və daha çox kobud ifadələr səslənir, hansı kəsilib gəldikdən sonra. Bu kimi hallara mütləq şəkildə diqqət edin. Və son olaraq da həmin istəyir ixtisas olsun, istəyir dil biliyi, yaxud kompüter bilikləri olsun, ən azından sosial platformalarda, yaxud daha çox məşhur olan YouTube-da bunlar haqqında sırf məsələn dil biliyi olsun. Bəzən bekar gəzən insanlar o qədər çoxdur. Bundan sonra hər hansı bir dil biliyini ən azı 100 söz bir 2-3 həftə içərisində öyrənsən, bir məsələ var deyir, ölərsən, yaxud canını çıxar. Sən pis vəziyyətdə olduğunu bilirsən. Bununla heç olmasa inkişafa meyillilik etdə, niyə sən geri qalırsan, yaxud da o bir məsələ var deyir, daldanda da, xəbərdə yoxdur. İnkişafda 0. Bu qədər. Çalışın hər zaman ən azı hər hansı bir ixtisas peşəni 50% bilin. Suallarınız olur, təqdim mesaj bölməsinə yazabilirsiniz, yaxud şərh bölməsinə suallarınızı, fikirlərinizi, məlumat verə bilərsiniz. Seanslarımız hal-hazırda əyani və onlayn şəkildə həyata keçirilir.